Ermənistanda terror yolu ilə hakimiyyət çevrilişinə cəhddə suçlanan keşiş Baqrat Qalsanyan həbs edilib. Ermənistan hüquq mühafizə orqanlarının yaydığı məlumata görə Baqrat Qalsanyanın rəhbərlik etdiyi Müqəddəs Mübarizə Təşkilatı və Daşnak-Sütun Partiyası hakimiyyət çevrilişinə cəhd göstərib. Faktla əlaqədar 16 nəfər həbs olunan var. Baş nazir Nikol Paşinyan çevriliş cəhdlərinin qarşısının qətiyyətlə alınacağını elan edib. Rusiya Paşinyana qarşı problem yaradılmadır. Azə açıqlamasında Milli Məclisin Müdafiə Təhlükəsizliyi və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Elman Məmmədov qeyd edib ki, baş verənlər Rusiyanın Paşinyana qarşı yaratdığı növbəti problemlərdir. Keşişdə Rusiyanın agentura şəbəkəsinin üzvlərindən biridir. Amma orada keşişdən daha böyükləri Robert Köçəryan, Serj Sarkisyan var. Onlar 40 ildən çoxdur ki, Rusiyanın agentura şəbəkələrinə xidmət edirlər. Bugün onların Ermənistanda törətdikləri fitnə fəsadı keşişlər qruplaşma şəklində törədirlər. Keşişdən böyük onlardır. Hesab edirəm ki, baş nazir Nikol Paşinyan bu məsələdə düzgün mövqe tutub. Daha da kəskin, daha da ciddi hərəkətlər etməlidir. Paşinyan təhlükəsizliyi üçün bu adamları Azərbaycana təhvil verməlidir. Deputat bildirib ki, Paşinyan hakimiyyətini qoruyub saxlamaq üçün ona qarşı sui-qəsdlərdən qorunmaq, dövlət çevrilişlərinin qarşısını almaq üçün tədbir görməlidir. Azərbaycanın Interpol xətti ilə axtarışa verdiyi Qarabağ klanı və onun rəhbərləri olan Robert Köçəryan, Serj Sarkisyan, onların ətrafında kimlər varsa hamısı hərbi canilərdir. Bunlar Azərbaycan dövlətinə, xalqına qarşı saysız hesabsız cinayətlər törətmiş şəxslər kimi rəsmi Bakıya təhvil verilməlidirlər. Paşinyan çəkinmədən, qorxmadan bu kəskin addımları atmalıdır ki, hakimiyyətini qoruyub saxlaya özünü və ailəsinin təhlükəsizliyini təmin edə bilsin. Əks təqdirdə adını çəkdiyim və çəkmədiyim cinayətkarlar nə qədər ki Ermənistanda mövcuddurlar, onlar sakitliyə, dincliyə, Azərbaycanla sülh sazişinin imzalanmasına imkan verməyəcəklər. Həmişə özlərinin revanşist çağırışları ilə meydanlarda olacaqlar. Onlar quldurluqla, cinayətlə var, dövlət qazanıblar. Hesab edirəm ki, Paşinyan bu istiqamətdə mütləq tədbirlər görməlidir. Əks təqdirdə onlar Paşinyan eyni vaxtda Ermənistan dövləti üçün böyük problemlər yaradacaqlar.